Bugün sizə cəmiyyətin nəbzini tutan, gündəmin ən aktual mövzularını bir araya gətirən Unikal qəzetinin qısa, lakin dolğun xülasəsini təqdim edəcəyəm. Burada siyasətdən sosial həyata, maraqlı hadisələrdən diqqət çəkən açıqlamalara qədər bir çox məqam yer alır. Gəlin başlayaq. İlk olaraq qəzetimizin manşet xəbərlərini diqqətinizə çatdırım. Belə ki, özəl klinikalarda bitmək bilməyən qalmaqallar. Digər manşet xəbərlərimizin biri isə Məzahir Pənahova aiddir. Belə ki, Məzahir Pənahovun kresloda son akkordları və iqtisadçı ekspert Natiq Cəfərli Unikala danışıb. O dünyada baş verən proseslərdən, o cümlədən ABŞ, İsrail və İran arasında davam edən müharibənin nəticələrini açıqlayıb. Aprel qələbəsindən 10 il ötür. Zaur Əliyevlə bağlı ilginc müəmma. Manşet xəbərlərimiz hələlik bunlardan ibarətdir. İlk olaraq qəzetimizin ilk səhifəsində yer alan xəbərləri diqqətinizə çatdırım. Belə ki, ötən gün cənab prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət nümayəndələrini qəbul edib. O cümlədən İlham Əliyevin Qırğızstana səfəri gözlənilir. Müdafiə Nazirliyinin vəzifəli şəxsinin cinayət işi məhkəməyə göndərilib. Belə ki, Həsənov Rasim Əlövsət oğlunun Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının rəisi vəzifələrində işlədiyi dövrdə vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alması və digər qanunsuz əməllərə yol verməsi barədə Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsində başlamış cinayət işinin istintaqı yekunlaşdırılıb. Toplanmış sübutlar əsasında Rasim Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, yəni təkrarən külli miqdarda rüşvət alma, 313 vəzifə saxtakarlığı və 341.2.3-cü ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələrlə ittiham olunub və onun barəsində həbs qəti imkan tədbiri seçilib. Məhkəmə Tofiq Yaqublu barədə yekun qərar verdi. Dələduzluqda təqsirli bilinən Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun kassasiya şikayətinə baxılıb. Məhkəmə Tofiq Yaqublu ilə bağlı əvvəlki qərarda qanun pozuntusu aşkar etməyib, bu əsasla şikayət təmin olunmayıb. Qeyd edək ki, Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum olunub. Real Partiyasının sədri iqtisadçı Natiq Cəfərli Unikala müsahibə verib. O, ABŞ və İran müharibəsinin nə qədər davam edəcəyindən, ABŞ prezidenti Donald Trump'un Tehranı daş dövrünə qayıdışla hədələnməsinin məqsədindən, ABŞ-nin İranda quru əməliyyat keçirib-keçirməyəcəyindən, neftin hansı qiymətə qədər bahalaşa biləcəyindən danışıb. Ətraflı qəzetimizin 4-cü səhifəsində. Digər xəbərimizə keçid edək. Zaur Əliyevlə bağlı ilginc müəmma. Məlum olduğu kimi bu ilin martın 19-da icbari tibbi sığorta üzrə Dövlət Agentliyi ləğv edilərək səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib. Qurumun ləğvindən sonra xeyli sayda yüksək vəzifəli məmur vəzifələrini itiriblər. İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevlə yanaşı qurumun sədr müavini Nigar Bayramova da vəzifəsiz qalıb. Ətraflı olaraq qəzetimizin 5-ci sayında xəbər geniş şəkildə təhlil olunub. Azərbaycanda özəl klinikalar ətrafında qalmaqallıq xəbərlərinin ardı kəsilmir. Üstəlik, maraqlı burasındadır ki, sözügedən qalmaqallar Səhiyyə Nazirliyinin bu tip müəssisələri üzərində nəzarətli gücləndirdiyinə dair iddialar fonunda baş verir. Təkcə son bir neçə gündə müxtəlif özəl klinikalarla bağlı adama yox, artıq bu qədər də olmaz dedirdən xəbərlər yayılıb. Belə xəbərlərdən ilki Funda Hospital ilə bağlıdır. Belə ki, tanınmış həkimlərin pasiyentə məhz işlədiyi klinikada analizlərdən keçirməsi və digər heç bir laboratoriyanın cavablarını qəbul etməməsi halları uzun illərdir var. Eyni vəziyyətlə Funda Hospitalda üzləşən pasiyent bu yanaşmanın mahiyyətini anlamadığını bildirib. Digər klinikanı diqqətinizə çatdırım. Belə ki, Yasamal rayonu ərazisində yerləşən Doktor Davud klinikasında isə aparılmış yoxlamalar zamanı ciddi nöqsanlar aşkarlanıb. Məlumata görə klinikanın direktoru tanınmış həkim Davud Qüdrətovun ixtisasına uyğun fəaliyyət göstərmədiyi məlum olub. Belə ki, Davud Qüdrətov ixtisaslı pediatrdır. O bu sahə üzrə sertifikasiyadan keçsə də klinikaya müraciət edən xəstələrə gastroenteroloji tibbi xidmət göstərib. Bu yaxınlarda 240 min manatdan çox vergi borcu, uğursuz əməliyyatlar, ölüm və
koma qalmaqalları ilə gündəmə gələn Medeora klinikasının fəaliyyətini dayandırmaq əvəzinə adını dəyişərək yenidən bazara qayıtmağa hazırlaşdığı barədə xəbərlər yayılıb. Məqsəd isə əvvəlki qalmaqalları arxada qoyaraq yeni pasientlər cəlb etməkdir. Qəzetimizin 7-ci səhifəsində nəşr olunan Səlim Müslümovun əldən çıxan əmlakların aqibəti başlıqlı yazı yer alıb. Hazırda şərti cəza çəkən sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun Bakının mərkəzində yerləşən müsadirə edilmiş obyekti satılıb. 450 min manata hərraca çıxarılan qeyri-yaşayış sahəsi 600 min manata alıcı tapıb. Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunub. O 27 milyon manat mənimsəmədə təqsirli bilinmişdi. Növbəti xəbəri diqqətinizə çatdırın. Yeni sədr rəisi işdən azad etdi. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətində daha bir kadr dəyişikliyi olub. Unikalın əldə etdiyi məlumata görə bununla bağlı ASKONun sədri Əfqan Cəlilov əmr imzalayıb. Əmrə əsasən Xəzər Dəniz Neft Donanmasının rəisi Qurbanov Taqət Allahqulu oğlu işdən azad edilib. ASKOdan sorğumuza cavab olaraq bildirilib ki, Taqət Qurbanov Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə uyğun olaraq təqaüd yaşına çatması ilə əlaqədar öz ərizəsi əsasında vəzifəsindən ayrılıb. Hazırda bu vəzifəyə təyinat yoxdur. Xatırladaq ki, Əfqan Cəlilov yanvar ayında ASKOnun rəhbəri təyin edilib. Digər manşet xəbəri diqqətinizə çatdırım. Belə ki, Məzahir Pənahovun Kresloda son akkordları başlıqlı yazı yer almaqdadır. Yola salmaq üzrə olduğumuz həftə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla bağlı ilginc xəbər yayılıb. Daha doğrusu, onun oğlu Məhəmməd Pənahovla keçmiş həyat yoldaşı Həlimə Pənahova arasındakı məhkəmə çəkişməsinin başa çatdığı yekun qərarın da Məzahir müəllim üçün qanqaraldıcı olduğu aydınlaşıb. Həmin xəbərə görə bir müddət əvvəl Bakı Apellyasiya Məhkəməsi qadına çatmalı olan əmlakın ona qaytarılması barədə qərar çıxarsa da, Məhəmməd Pənahov bununla razılaşmayıb və Ali Məhkəməyə müraciət edib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən iddiada qeyd olunan əşyalar onlar olmadıqda isə dəyəri Məhəmməd Pənahovdan alınaraq Həlimə Pənahovaya verilməlidir. Məhəmməd Pənahov isə qərardan kassasiya şikayət verib. Ali Məhkəmə isə Məzahir Pənahovun oğlunun şikayətini təmin etməyib və Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Yola saldığımız həftədə ən diqqət çəkən məqamlardan biri də Putin və Paşinyan arasında baş verən görüş idi. Aprelin 1-də Kremldə baş tutan görüşdə Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında səslənən fikirlər təkcə iki ölkə münasibətlərinin cari vəziyyətini göstərmirdi. Bu, həm də regionda formalaşan yeni siyasi reallıqları açıq şəkildə ortaya qoydu. Rusiya lideri Paşinyan və nümayəndələrini iki cümlə ilə salamladı. Üçüncü cümləsi isə bu il Ermənistanda keçiriləcək seçkilərlə bağlı oldu. Putinin çıxışında seçkilər mövzusuna erkən və birbaşa keçid təsadüfi deyildi. Həmçinin Putin çıxışında Qarabağ məsələsinə də toxunub. Paşinyanın çıxışı ümumi ton baxımından sakit və konstruktiv görünsə də, məzmun etibarilə kifayət qədər prinsipial idi. Bu dialoq göstərir ki, Ermənistanın qarşıdan gələn seçkiləri təkcə daxili siyasi hadisə deyil, həm də böyük güclərin maraqlarının toqquşduğu geosiyasi test olacaq. Çünki hazırda Rusiya İrəvan vasitəsilə regiondakı sonuncu dayaq nöqtəsində qalmağa çalışır. Kreml yaxşı bilir ki, bu mövqeyinin itirilməsi ilə Moskva nəinki regionda təsir gücünü, həm də hərbi gücünü itirə bilər. Azərbaycan ordusunun parlaq tarixi qələbələrindən olan şanlı aprel döyüşlərindən 10 il ötür. Unikal xatırladır ki, 2016-cı ilin aprelin 2-sində Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb. Füzuli, Cəbrayıl və Ağdərə rayonları işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi azad edilib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan ordusunun tam nəzarətinə keçib. Azərbaycan ordusu 4 günlük aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb. Hal-hazırda fevralın 28-də başlayan ABŞ, İran və İsrail arasında baş verən müharibə hələ də davam etməkdədir və bu hadisələr fonunda İran ABŞ-yə xəbərdarlıq edib bildirib ki, İran, ABŞ və İsrail təslim olduqlarını elan edənə qədər döyüşməyə davam edəcək.
Xatırladaq ki, fevralın 28-də ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq Tehran İsrailə və Amerika bazalarına, o cümlədən yaxın şərqdəki neft ərazilərinə raket və PUA-larla hücum həyata keçirir. Kreml NATO-nu Rusiyanı düşmən hesab edən düşmən ittifaq kimi görür. Unikal xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. Yaxın Şərqdəki müharibələr fonunda Lukashenko müharibəyə hazırlaşdığını açıqlayıb. Belə ki, Belarus prezidenti Aleksandr Lukashenko bildirib ki, ölkəsi müharibəyə hər an hazır olmalıdır. Unikal xəbər verir ki, onun sözlərinə Belta agentliyi stat gətirib. Onun sözlərinə görə Belarus ordusu daim döyüş hazırlığında olmalı və ölkəyə qarşı hər hansı bir təhdidə dərhal cavab verməlidir. İdman dünyasında da müəyyən canlanma müşahidə olunur. Qarabağ sabah görüşü Rauf Cabbarova həvalə edilib. İtaliya millisinin və İngiltərənin Newcastle komandasının yarım müdafiəçisi Sandro Tonali İspaniyanın Real Madrid klubuna təklif edilib. Unikal xəbər verir ki, futbolçu özü İngiltərədə qalmaq istəsə də, agentləri onun Kral klubuna mümkün transferi üzərində işləyirlər. Son olaraq şou mədəniyyət xəbərlərini də diqqətinizə çatdırım. Evlənməkdən qorxurlar. Bu sözlərin müəllifi əməkdar artist Vasim Məhərrəmlidir. Belə ki, onun sözlərinə görə son zamanlar sanki bir tendensiya başlayıb. Bilmirəm bu nə ilə bağlıdır. Oğlan deyir ki, qız tapa bilmir. Qız da deyir ki, oğlan tapa bilmir. Əməkdar artist bu sözləri qonaqcanlı verilişində deyib, sənətçi həmçinin boşananlarla bağlı statistikanın açıqlanmasına qarşı olduğunu bəyan edib. Xətrimə dəyəni silirəm. Bu sözlərin müəllifi Afaq Bəşir qızıdır. Belə ki, o Nail Nayiboğlu'nun YouTube layihəsində qonaq olub, bir sıra məsələlərdən, gündəmdə olan məsələlərdən söhbət açıb. Müğənni Afət Fərman qızı sosial şəbəkədə etdiyi paylaşım ilə diqqət mərkəzinə düşüb. Onun puldan ötürü ölürəm, pul acıyam, məni xoşbəxt edən moment və puldur. Sözləri sosial mediada bir mənalı qarşılanmayıb. Beləliklə, Unikal qəzetinin bu gün üçün əsas məqamlarını qısa şəkildə nəzərdən keçirdik. Diqqətiniz üçün təşəkkür edirəm. Yenidən görüşənədək.